xoş təcrübələrimiz danışacaq. Nə ediblər? Hayatım iki sferə ayrılır. Məsəl koçdan öncə və sonra. Hara getsəm, deyirəm ki, mənim bu içimdəki dəyişimi, bu özümü tapmağıma kömək edən insan Ayşəxanımdır. Çox böyük dəyişikliklər yarattı. İnanılmaz həm daxili dünyada, həm son dünyada hələ də davam edir. Kontrolü buraxmışam, necə təslimiyyətə keçmişəm. Həqiqətən çox bambaşqa bir sferadadır. Evdən icazə vermədilər, amma sanki bilmirəm, enerji dəyişdi, aura dəyişdi, necə olsa, yəni hər şey belə su kimi axdı da, yəni özümə iş belə yerə götürdüm, salon yox, belə ofis kimi. Böyük şeylər yaşadım ki, həqiqətən. Baxmayaraq ki, mən heç bitirməmişdim master koç, amma çoxlu müştərilər götürə bildim. Burada da çox gözəl dostluqlar qazandım. Yəni indi də daimi müştərilərim var, birlikdə işləyirik. Qazanıram, numerologiyanı da qatmışam, ikisini birləşdirmişəm və çox qəşəng oldu ikisini birləşdirəndə. Və müştərilərim sizə deyim ki, yəni 3 dəfə daha artıq X şəkildə artdı. Həqiqətən siz bir markasınız.